Herkese salam kızlar, kanalıma xoş gəlmisiniz. Əvvəlki vloglarda mən sizə demişdim ki, biz qohumlargilə qonaq getməliyik. Ona görə belə paketləri də hazırlamışam hədiyyələrdən. Hətta bir hədiyyə hazırdır. Bunu sizə göstərmişdim. Bunun içində planşet var. Bunu belə hazır vəziyyətində qoyarıq qırağa. 2 dənə kağızımız var. İkisini də mən Temudan sifariş eləmişəm. Bu bənövşəli bundan da böyükdür. Və kifayət qədərdir bu rulonun içində, ona görə bəs eləyəcəyik. İlk baldızımın hədiyyəsindən başlamaq istəyirəm. O özü demişdi ki, mən ayaqqabı xəstəsiyəm. Mən də fikirləşdim ki, belə insana ən gözəl hədiyyə ayaqqabı ola bilər. Ona görə 2 dənə cüt ayaqqabı qabluqlum. Məndən fərqli olaraq baldızım çox rahatlıqca belə qabluqlarla geyinir. Bunları şkafı yerbəyer eləyəndə ətraflı sizə göstərmişdim. Çox gözəldir. Və onun razmeri də əsas olaraq düşünürəm ki, yaxşı olacaq. Belə bir klasik modeldir. Ən əsas da ki, bu ayaqqabının uç hissəsini sevdim. Belə bir balaca qabluğu da var, hardasa 7 cm. Bu birinci ayaqqabı, ikinci isə bunlar idi. Məncə pis deyil. Bunların da kifayət qədər böyük qabluğu var. Mən misal üçün o qədər də böyük qabluq sevmirəm. Amma baldızım geyinir, ona görə ona ümid edirəm ki, yaxşı olacaq və model olaraq da bəyənər. Bunları upakovka eləmək üçün isə bunu istifadə edəcəm. Nə qəşəngdir, matdır üstü. Hədiyyə verməkdən əvvəl xoşduram soruşmaq ki, nələri bəyənirsən, nələri yox. Onsuz da bu pul xərclənir və onsuz da nəsə alınacaq. Da istədiyi bir şey olsa yaxşıdır. Bu rulon kağız var ya qızlar, o qədər gözəldir, o qədər əlimi tutdu. Dəhşət bərəkətlidir. İndi görəcəksiniz nə qədər mən hədiyyə upakovka elədim bununla və nə qədər qaldı. Heç zavtraq eləməmişəm qızlar, dedim əvvəl işimi görüm, sonra. Kağızda qətti bilinməsin deyə belə nazik skoçdan istifadə edirəm. Qaynanamdan da soruşdum ki, sənə nə alım, nə gətirim? O da dedi ki, sən özün mənim üçün böyük bir hədiyyəsən, ona görə heç nəyə ehtiyac yoxdur. Bir dənə hər zaman sən vloglarda Faberlikin məhsulları tövsiyə eləyirsən. Mən də çox sevirəm dedi Faberlikin məhsulları. İndi onlara qonaq gedəndə mən göstərəcəm nə qədər Faberlikin məhsulu var mənim qaynanamda. Dedi ki, bir dənə mənə qab yuma vasitəsini gətirərsən, hədiyyə eləyərsən kifayətdir. Onların qab yuma vasitələri dəhşət sevirəm. Faberlikin məhsulları heç vaxt sınamayan insan prosta yan keçə bilər. Amma bir dəfə keyfiyyətini və qiymətini görən hər zaman özün üçün və yaxınlar üçün Faberliki tövsiyə edib sifariş edir. Bunu qızlar sizə həmişə deyirəm və pis bir şey sizə əsla tövsiyə eləmərəm. Bu videonun altında da mütləq bizim WhatsApp qrupunu Faberliklə bağlı qoyacağım. Keçid edib orada qeydiyyatdan keçə bilərsiniz. Hal-hazırda isə gözəl fürsət var. Bu 3 məhsul hal-hazırda tam olaraq sizə hədiyyə olunur sırf qeydiyyatdan keçdiyinizə görə. Bu 3 məhsulu pulsuz əldə etmək istəyən insan daxil olsun. Qeydiyyatdan keçən kimi məhsulları hamısını 20% endirimlə əldə eləmiş olursunuz. Hədiyyələr, pulsuz səyahətlər, nələr. Bizim linklə qoşulanlar üçün xüsusi bir lotereya. Sadəcə 55 bal elə və bu 5 məhsuldan birini apar. Ütü, blender, çaynik, murmur ətri və yaxud pul. Udmaq isə çox asandır. Bir yaxından göstərim sizə. Belə bir ağ lentim var və əsas sifariş elədiyim bu lent. Mən düşünürəm ki, bunun upakovkası bənövşəli rəngdədir deyə ağ daha gözəl görsənəcək. Məncə ağı vıraq. Radost. Oğlum böyüyüb, mən də elə bildim ki, bizə kömək eləyəcək bunları bükməyə, amma bu əksinə maneçilikdən başqa heç nə eləməyək. Nə yaxşı ki, qızlar, bu ağ lent evdə var idi və qəşəng qalınlığındadır, dəhşət gözəl görünür bənövşəli rənglə. Belə lentləri siz Temudan da ala bilərsiniz və hər şey bir manata mağazalarda da var. Biri var ki, adi belə korobkada hədiyyəni verəsən, biri də var ki, belə səliqəli, gözəl büküb təqdimat eləyəsən. Məncə fərq dəhşət çoxdur. Xərci də bir o qədər deyil. Misal üçün bu bənövşəli rulonu mən deyəsən 8 manata almışam. Bəlkə bir ilə mənə bəsdir, bəlkə bir ildən də çox. Misal üçün burada raşotu düzgün götürməmişəm, bir qusok da getdi musorkaya, amma problem yoxdur, çünki böyük rulonumuz var.
var. Bunun qızlar fərqli rəngləri var idi. Mən də istəyirəm 1-2 dənə rulon yenə alım və qoyum zapasa. Belə şeylər evdə olmağı böyük bir fürsətdir. Paketlər olsun, lent olsun, belə kağız olsun. Çünki mən elə bir xarakterə malik insanam ki, hər şeyi son günə saxlayıram. Sonra deyirəm, vay mən nəyə bükəcəm? Ay paketi hardan alım? Get qaç tap mağazalarda. Bu da hamısı vaxt itkisidir. Ona görə sizə də məsləhət görürəm ki, belə xırda-xuruş şeylər hər zaman alıb evdə qoyasınız. Eviniz böyükdürsə vəbşə çox alın məncə. Keçən videonun altında bir izləyicim rey yazmışdı ki, sən yəqin ki şey yığırsan, mama da yaman kövrəli. Yox qızlar, mənim mamoçkam sevinir. Mənim mamoçkam minimalistdir və mən şey yığanda şkaf olur bomboş və mama deyir ki, wow. Ay balam özgə evinə gedir, kövrəlim, oturub ağlayım. Qəti elə şeylər mənim mamamda yoxdur və yaxşı ki yox. Mamam deyir ki, indi Temudan lafet məhsul alıb evini doldur. Elə doldur ki, heç gəzməyə yer qalmasın evin içində. Neynirsən belə? Ana bala olsaq da belə xasiyyətimiz dəhşət fərqlidir. Mama həmişə deyir ki, görəsən sən kimə oxşamısan belə. Mən isə əksinə mamanı başa düşmürəm. Hər məhsul lazım olanda get supermarketə düş. Nə bilim kosmetik mağazaların canına düş. Axot var ümumiyyətlə. Evdə olsun da hər şeydən doldur. Nə bilim valla, hər insan bir cürədir də. Bəs siz necə düşünürsünüz? Zapasa nəsə qoymaq yaxşı şeydir və yaxud lazım olduqca almaq daha məntiqlidir. Siz hansı tərəfdəsiz? Ayda qızlar, bunlar nə şirin alınıb. Əridim mən bunları düzəldəndən sonra. Bilmirəm paketin içinə qoyum və yaxud yox. Bu gözəlliyi paketə soxmaq istəmirəm açığı. İstəyirəm hələ əlimizdə aparaq bu 2 dənəsi. Deməli, biləm. Mən təklif eləyirəm ki, elə korobkada qalsın. Mama isə deyir ki, hamısını paketlərə qoyaq. Məncə bir qəşəngdir. Hamısını bir-bir ətraflı sizə göstərirəm, çünki vaxtdan boluq. Yadınıza gəlirsə, bu çantanı alarkən mən bu qulpları açmadım və sizə demişdim ki, mən bunu hədiyyə üçün sifariş eləmişəm. Çox gözəl çantadır. Yeniyetmə qız üçün əla bir hədiyyə ola bilər. Əlavə olaraq 1-2 dənə şeydə sifariş eləmişəm. Bunlar təsadüf oldu. Əslində mən yalnız çantanı vermək istəyirdim. Amma elə oldu ki, bu paketləri seçəndə kəşfiyyətdə o qədər xırda-xuruş, bənövşəli rəngdə əşyalar çıxdı. Ürəyim getdi. Fikirləşdim ki, bunlardan mən də almalıyam. Yerləşəcək və yaxud yox bilmirəm. Belə bir korobkam var. Bunun içindəki bu rozlu şeylər çıxardacağım. Bunları hazırlamışdım işini doldurmaq üçün, amma belə baxıram, rəngi çox da fərqlənmir. Mən istədim bənövşəli rəng də olsun, amma bunlar çox da fərqlənmir. Gəlin belə eləyək, içinə tükləri qoyaq. Belə bir şipşirin kışılokdur. Bunu heç bilmirdim. Var kart holder da var. Balaca. Çox gözəldir. Bəyəndim. Burada belə cibi də var. Bunun linki mütləq videonun altında sizə qoyacağım. Kim sifariş eləmək istəsə edə bilərsiniz. Bunları hamısını açıb səliqə ilə yığacağım. Daha gözəl görsənsin deyəm. Bənövşəli rənglər 3 dənə qoyaq. Bu 1, 2, 3. Qəşəngdir. Prosta burada bir məsələ qalıb. Bu qədər naskini. Mən bura necə əlavə eləyəcəm? Çox maraqlıdır. Yığa biləcəm içinə və yaxud yox. Bu arada qızlar, F1-yə qoşulmaq tam olaraq ödənişsizdir, pulsuzdur. Bizim WhatsApp qrupa daxil olursunuz, sizinlə əlaqə saxlanılır, siz də öz adınızı, soyadınızı, nömrəni və s. belə məlumatları ötürürsünüz və qeydiyyatdan keçirdirlər. Çox asan və hər şey başa salırlar. Təəssüf ki, başqa korobkamız da yoxdur. Bunun içinə də hamısı sığışmadı. Ona görə bu 2 dənə naski qalır mənə. Qalanlar isə belə yığdım. Qəşəng bağlayacağım və ortasına bolyant vuracağım. Baldızımın şipşirin bir qızı var. Adı da Sevgidir. Bu korobka və göy çanta bayaq göstərdi. Sevgi üçündür.
Bu da belə alındı. Çanta olan paketinə qoymaq istədim, amma təəssüf ki, yerləşmədi. Bu ikisi də eyni insana məxsusdur. Badımcan da belə oturub paketləri limitinə verir. Belə də pis görünmür, amma kulpuna bunun da bantik vurmaq istəyirəm. Burulan bu lentdən gərək biraz çox alardım, çünki paketlərə hamısına bəs eləmədim. Deməli, qaynatam üçün belə bir hədiyyə seçdik, bilmirdik nə alaq və fikirləşdik ki, ən universal hədiyyə bu rubaşkadır. Adi standart, ağ rəngdə, razmerini də soruşduq. Deyəsən olmalıdır. Bunu da upakovka eləmək istəyirəm. Qadınlara hədiyyə seçmək daha asandır. Ona görə bu hədiyyənin üstünə elə Ferrero Rocher da qoyacağım. Murskoy hədiyyələri fikirləşdim ki, bənövşəli kağıza bükməyim. Ona görə belə bir kağız da almışam və rubaşkanı da bunun içindən bükəcəyim. Bu rulon kağızı da yadınıza gəlirsə Temudan almışdım. Bu ondan daha balacadır və qiyməti 2 qat daha münasib idi. Biri var ki, qadına hədiyyə verəsən və bənövşəli kağızda hardasa uyğundur, amma kişi üçün uyğun deyil. Ona görə sırası 2 rulon almışdım, amma ağ rulon da almaq istəyirəm. Ağ kağız və pəmbə rəngdə lent olsa, məncə çox gözəl görünəcək. Bu iki rəng bir yerdə gözəl tutur. Bugün biz çox tez durmuşuq və nə yaxşı ki, tez durduq. Çünki arxayın bükürəm mən tələsmədən. Məndə ümumiyyətlə belə bir şey var. Tələm-tələsi eləyəndə heç nə ürəyimcə olmur. Burada isə arxayın həm çəkirəm, həm bükürəm. Bu da belə hazır. İndi isə gəlin, yeznəmizin hədiyyəsində upakovka eləyək. Imprime'dan belə bir ətir sifariş eləmişəm. 100 ml-dir. Odun notalardır. Çox bəyəndim mən bunun qoxusunu. Imprime mənə əvvəl probnik göndərmişdi. Murskoy ətirdir. Çox xoşuma gəldi deyə bunu götürdüm. Bunu da upakovka eləyəcəyik qəşəng və belə bir Rafaella. Çünki Ruslanın sevdiyi konfetlərdir. Bunlar ikisi bir yerdə bir paketə gedəcəyik. Arada bilirsiniz nəyi düşünürəm? Nə yaxşı ki, mən blogeram. Misal üçün bu video sırf sizin üçün yox, elə özüm üçün də çəkmişəm. Yəni ki, illər keçəndən sonra açıb baxa bilərəm bizim bu dönəmlərimizə, bu illərimizə. Biri var ki, sənin arxivində yalnız toy kasetidir. Biri də var ki, hər mərhələnin vlogları var. Ümid edirəm ki, bir 20-30 il sonra şən oturub biz təkrar bu vlogları izləyərik. Necə hazırlaşıb gedirdik, necə hədiyyələr o dövrlərdə verirdi, necə bükürdü, o dövrlərdə necə modda idi. Misal üçün, nənəm mənə danışanda ki, onun dövründə 2 yataqlı kravatlar yox idi, bir dənə dəmir kravat idi. O da ki, çox bərk edən ailələr verirdi. Hər kəs imkanı yox idi qıza dəmir kravat versin, bahalı bir şey sayılırdı. O mənə misal üçün öz cavanlığından danışanda mənə çox maraqlı olurdu və marağına qulaq asırdım. İndi təsəvvür edirəm ki, mənim nəvələrim, mən danışanda onlara hətta açıb YouTube-u izləyə də bilərlər hər şeyi. Həyat sanki bir serial kimidir. Amma özümdə bir mənfi şey görürəm. Mən heç vaxt çəkdirdiyi şəkilləri saxlaya bilmirəm. Misal üçün saxlayıram telefonda, sonra yaddaş çatmır, götürüb silirəm və yaxud telefon format olunur. Bir ara notebookunda yığırdım, sonra da ki onun da jostki diski getdim. Bir sözlə elektron formatında şəkillərimi saxlaya bilmirəm. Bugün isə ağlıma bir ideya gəldi ki, nə qədər ki şəklim var, özüm bəyəndiyi, sevdiyi şəkillər, onları hamısına gedib çıxartdırım. Adi belə şəkillər çıxartırdılar bundan əvvəl elə. Bir dənə qəşəng albom alım və xoşladığım şəkilləri, xatirəli şəkilləri hamısını yığım o albomun içinə. Hər 2-3 aydan belə eləmək istəyirəm. Bu dönəmlər ərzində çəkdirdiyi şəkilləri hamısını gedib çıxardım və o alboma əlavə edeyim. Necə fikirdim? Əgər sizə də maraqlıdırsa, videoda da göstərirəm necə albom seçirik, necə yığırıq o albomun içinə təzə çıxardılan şəkilləri. Məncə upakovka eləməyə ehtiyac yoxdur. Fikir verirsiniz, şirniyyatları heç birini upakovka eləməmişəm. Bir bu ipi kəsim gərək və bir paketə yerləşdirim. Yerləşsə. Məncə yerləşər.
Dekorobkanı uca kağıza bükmək mənasını görmədim, prosta paketə qoydum. Paketlər elə bir optimal razmerindədir qızlar. Hər şey sığışırdı. O qədər gözəldir. Bu setin linki mütləq videonun altında qoyacağam sizə. Deməli Ruslana mən bunları şəklini çəkib atdım və Ruslan dedi ki, mütləq hər bir hədiyyənin üstündə yaz kimin hədiyyəsidir. Mən Mamaya da dedim, amma dedi ki, yox, səliqəsiz görsənəcək, onsuz da bilinir, vlogda da demisən kimin hədiyyəsidir. Amma məncə də üstünə bir şey yapışdırıb yazsa daha yaxşı olar. Qarma-qarışıq olmaz heç olmasa. Qaynanam məndən xahiş elədiyi məhsullardan 2 dənə. Bunları sizə də məsləhət görürəm. Kim qeydiyyatdan keçibsə mütləq özü üçün sifariş vurun. Çox gözəllər. Bir dəfə istifadə eləsəz, həmişə yalnız bunu alacaqsınız. Həm ekonomik istifadə olunur, həm də ki, eyni zamanda böyük həcmlidir, qiyməti də münasibdir. Çox ucuz başa gəlir. 2 dənə deməli belə. Bu bədən mistdən məndə də var. Bilirsiniz, sevərək işlədirəm. Bu isə onun üçün və Naunun belə bir dodaq balzamı. Qaynanama belə gözəl bir çanta sifariş eləmişəm. İndi açıb göstərərəm. Sonra tezdən bağlayaram. Amma bir məqam var ki, bu çanta bu paketin içinə sığışmır. Bilmirəm necə yerləşdirəcəm. Bunları açmayacağım. 2 dənə gözəl pijamadır. Bunları da necə bükəcəksə bilmirəm. Çünki paketə sığışmır. Bayaq dedim ki, elə bir paketlərdir ki, hər şey sığışır. Gözümdəydi deyəsən. İndi baxıram ki, sığışmır bunlar. Belə konfet formasında bükməyi mən Reels olaraq bir blogerdə görmüşdüm. Hələ yaxşı ki, sizin üçün də çəkirəm. Bəlkə fikir olar, siz də hədiyyələri bükərkən mənim ideyalardan istifadə edə bilərsiniz. İndi nəticəni görəcəksiniz. Məncə çox maraqlı alındı. Həm gözəl təqdimatda, həm də ki, paketdə bir o qədər də yer tutmayacaq. Hal-hazırda həm paralel olaraq sevdiyi verilişi qoşmuşam YouTube'da, həm də yavaş-yavaş tələsmədən bükürəm hamısını. Tez durub səhərdəndən sizin üçün görürsünüz necə uzun bol bir vlog hazırlamışam. İndi özümü tərif kimi çıxacaq, amma vloqum bəlkə bir 300 qusokdan ibarətdir. Onları hamısını birləşdirmək, bəzi yerlərdə tezləşdirmək, üstündən səs yazmaq və s. Belə uzun videoların montajına ən azı 4 saat vaxt sərf edirəm. Sözü hara getirirəm. Əgər siz də bir balaca məni motivasiya etmək istəyirsinizsə, bu videoya like basmağı unutmayın və kanalıma abunə olun. Like sayı çox görəndə elə həvəslənirəm. İstəyirəm hər gün sizin üçün vlog paylaşım. Ona görə sizdən heç nə getmir. Elə video baxa-baxa 1 saniyə vaxtınızı alacaq. Videonun altına like koyun da. Like'ların sayı 10.000 olanda elə xoşbəxt oluram, bilmirəm niyə. Ona görə kimə çətin deyilsə, kimin ürəyindən keçirsə bunu eləyin. Mən öcə burada yavaş-yavaş yekunlaşdırıram. Çay süzdüm özüm üçün. Belə bir sırokla çay içməyi çox sevirəm. Bunu isə belə bükdüm. Qəşəngdir, amma ağ lent bizdə bitib. Ona görə bunu bənövşəli lentlə bükəcəm də yeniyək. İkisi də eyni olsaydı daha yaxşı olardı, amma da yeniyək. Həm bənövşəli lenti tam olaraq bitirdim, həm də ki, ağ lentini. Mənim isə burada işimə elə başım qarışıq ki, heç zavtrak eləməyi unutmuşam. Dedim ki, bitirim, hamısını yer-bir-yer eləyim, bir yerə qoyum və sonra gedim zavtrak eləyim, sonra isə gedim hazırlaşmağa başlayayım. Əsas odur ki, vaxtımızdan boluq, yəni ki, tez durmuşam, ona görə hər şeyə vaxtımız var. Həm makyaj necə eləyirəmsə çəkməyi istəyirəm, həm saç düzümü necə eləyirəmsə. Hayda qızlar, bu lentlə konfet necə gözəl görünür. İndi ikisini də bir yerdə göstərəcəm, görərsiniz fərqini. Bu lenti niyə görə hər zaman sizə məsləhət görürəm? Çünki fərq göz qabağındadır. Bu lent necə sadə görünür və bu lent necə şık görünür. Amma bundan da cəmi bu qədər qalıb. 2 konfetimiz də rahatlıqca paketin içinə sığışdı. Ümid edirəm ki, bəyənər. Bu da belə. Birazdan onun səbətini də getirməlidirlər. Göstərəcəm onu da. Bu çantadan yaşıl rəng məndə var. Çox güman ki, vloglarda görürsünüz. Bu nədir? Mən aldığım çantada belə bir şey yox idi qızlar. Belə bir asılqan, çox şirindim. Məncə bu çantanın üstündə bu asılqanın yeri yoxdur. Ona görə bunu özüm üçün saxlayacağım. Bu çantanı isə belə hədiyyə edəcəm. Baxın belə. Çantadır. Tikişləri mükəmməldir. İçində çox şey sığışır. Universal bir rəngə malikdir. Bunu qəşəng ütülüyürsünüz buxar ütü ilə və salam. Paketin içinə sığışmır deyə istədim belə
Qatdalayım. Qatdalayanda burada belə əziklər əmələ gəlir. Ona görə bilmirəm necə büküm. Heç nə dəynəyim. Prosta kağıza bükdüm, üstünə bir dənə bantik və salam. Mənimki yaşıl rəngdə olduğuna görə gərək onu bir yerdə ya yaşıl makyaj eləyəsən, ya yaşıl ayaqqabı eləyəsən. Bir sözlə hər bir kombinlə yığmaq olmur da, tutmaq olmur onu. Bu isə elə bir universal rəngdir ki, hər şeyinə gedir. Day prosta belə kağıza bükdüm, çünki mən bunu qatlalamaq istəsəm, orada əziklər əmələ gəlir, yəni çantanın üstündə. Ona görə ən yaxşı variant belə eləmək idi. Mən öz tərəfdən hər kəs üçün belə xırda-xuruş hədiyyələr hazırlamışam, amma onlar mənə qızıl üzük hədiyyə ediblər. Yadınıza gəlirsə, 2 vlog bundan əvvəl biz bir yerdə gedib qızıl üzük seçmişik. Əgər siz o videonu izləməmisinizsə, bu videonun altında həmin vloqun linkini qoyacağam. Mütləq baxın, maraqlı bir vloq alınıb, həm də ki, Laçında hal-hazırda necə bir modellər var, qızıl neçədir və s. orada maraqlı məlumatlar sizə ötürmüşəm. Bunları sizə əsas niyə görə deyirəm? Çünki başa düşürəm ki, hər insan hər bir vloqumu izləməyə məcburiyyətində deyil. Amma əgər baxmamısınızsa, qaçırtmısınızsa mütləq baxın. Çünki məncə son paylaşdığı vloqların arasında ən maraqlı vloqlardan biridir. Buruq lentdən isə cəmi bu qədər qalıb. Ondan sonra bantik eləyirəm və yapışdıracağam. Çantanı uca belə upakovka elədim. Amma məncə belə çox sadə görünür. Ona görə bantik yapışdırmaq istəyirəm. Axırıncı qırıqlarına da yoxdur. Bura vuracağım. Bu uca başqa məsələ. Bu da qaynanamın hədiyyəsidir. Bayaq sizə göstərdiyi bu məhsullarda hamısını bu paketin içinə, bu da mənim qaynanamın hədiyyəsidir. Birlikdə yalnız özünə məhsul almağa yox, qəşəng qazancları çıxmağa da qeydiyyatdan keçə bilərsiniz. Hər şeyini, hər bir xırdalığını biz öyrədirik sizə. Siz sadəcə linkdən daxil olursunuz. Hər şey çox ürəyimcə oldu. Paketlər kifayət qədər oldu. Hətta bir 10 dənə paketdə qalıb. Məncə çox gözəldir. Lentləri belə bağladım. Hamısının üstünə belə ağ lent və bənövşəli upakovka çox qəşəng görünür. İndi isə bunu göstərmək istəyirəm sizə. Belə hədiyyələr, səbətlər, burada makaron, çiyələk, şokoladın içində belə şeylər sifariş eləmək istəyirsinizsə, bir dənə səhifə var hansından ki, mən həmişə sifariş edirəm və çox bəyənirəm. Vaxtında çatdırılması var, şəkildən heç fərqlənmir. Yəni ki, şəkildə qat-qat balaca görünürdü bu səbət, amma gəldi, səbət məni valeh elədi. Çox bəyəndim. Səhifədə o qədər çeşid var, Oğlan uşağın ad gününə, xəstəxanadan çıxışına, sevgilisinə hədiyyə, rəfiqəsinə, bir sözlə hər şey var. Aşan kimi bir qoxu var burada, dəhşət. Bir dənə baxın, yaxından çəkim sizə. Necə də səliqəli və gözəl yığılır bu. Həqiqətən dəhşət bəyəndim. Hər dəfə də belə mükəmməl eləyirlər. Ona görə özüm bəyəndiyim səhifələri sizə də tövsiyə eləmək istəyirəm. Həm də ki, belə tipli şeylər hazırlayan digər səhifələrdən qat-qat qiymətləri bunların daha münasibdir. Burada həm nömrəsi var, həm də ki, Instagramı bu videonun altında da qoyacağım sizin üçün. Keçid edib baxa bilərsiniz. Çünki yalnız belə səbət yox, fərqli hədiyyələr var. Özəl günlər üçün, kimisə sevindirmək üçün. Mən şəxsən düşünürəm ki, misal üçün bir buket gül aparmaqdan isə belə bir şey aparmaq daha gözəldir. Yenə də zövqlər müxtəlifdir, güllər də var orada. Amma mən belə tipli hədiyyələri dəhşət sevirəm. Hədiyyələrlə nəhayət ki, qutardıq. İndi qaldı özümü porядkaya salmaq. Makyajımı hələ də eləməmişəm, amma konkret nə geyinəcəmsə uca bilirəm. Tez qırışlanır, çünki 100% pambıqdır. Amma eyni zamanda gözəl bir dondur. Yadınıza gəlirsə, Temudan sifariş eləmişdim, amma çox gözəl bədəndə oturur. 40 manata yaxın almışam mən bunu. İstəsəz, bunun da linki videonun altında sizin üçün qoyaram. Bunu geyinəcəm. Amma əvvəl istəyirəm kosmetikanı yığaq. Belə bir kosmetikam var. Bu original Dior'dur. Və bunun içinə yığacağım. Heç yerləşəcək və yaxud yox bilmirəm. Birlikin belə bir paleti özümlə götürəcəm. Burada həm highlighter, həm ənlik var. Kompaktdır, eyni zamanda da çox gözəldir. Arxada da güzgüsü. Bunun vidindən bilinir ki, mən bunu çox istifadə edirəm və güzgü kimi də istifadə edirəm bu arada. Çox qəşəng içində güzgüsü var. Baş üçün Inglot'un bu linerı. SPF-i götürürəm və Now-nu yox, bu dəfə bunu götürürəm. Çünki bitirmək istəyirəm bunu. Ən gözəl qalan və ən sevdiyim Faberlic'in tonalini bayaqdan axtarıram və tapa bilmirəm. Ümumiyyətlə həmişə elə olur, lazımlı moment hər şey itir, ona görə bu ikisini istifadə edəcəm. Biri dəhşət açıq rəngdədir, o birisi isə çox tündür. Qarışdıraraq baxaq görək nə edə bilirik.
Bəziləri düşünürlər ki, Faberlic bu yalnız məhsul özünə almaq və yaxud məhsulu satmaq da, əslində elə deyil. Siz komanda qurub qısa zamanda gəlirlərə çıxa bilərsiniz, evdən oturaraq telefonla işinizi idarə edə bilərsiniz. Abartılı bir makiyaj eləmək istəmirəm, yüngül vari eləyəcəm. Bir şey də deyim ki, Faberlic-a təzə gələn bizim komandama daxil olanlar biz üst-üstə yazırıq və sizə də gəlirə çıxmaq daha asan olur bizlə birlikdə. Faberlic-in bu pudrası isə mənim ən favoritimdir. Üzünə vuran kimi Photoshop effekti yaranır üzdən. Belə yüngül makiyaj kifayətdir məncə. Makiyajını eləmişəm, adi standart, həmişəki kimi. Reylərdə mənə yazırlar ki, bu qədər paletlər alırsan, fərqli makiyajlar elə. Düzdür. Arada eləmək istəyirəm həqiqətən, amma bugün elə bir gün deyil ki, yaşıl makiyaj eləyim, paltarına uyumlu bir nude rənglərdə makiyaj elədim, pomada qaldı. Pomadanı hər zaman ən sonunda tətbiq eləyirəm. İndi isə saçlarımı düzəltmək istəyirəm və bu fəndən istifadə eləyəcəm. Çox gözəl effekt alınır. Sərf eləmirəmsə 27 manata almışdım mən bunu. Özdə ki, bunun başqa rəngləri biraz baha idi. İminə bu bənövşəli rəng endirimə düşmüşdü. Çox maraqlı bir xüsusiyyətdir Temuda. Bəzi rənglər endirimə düşür, amma marka eyni olsa da belə. O biri rənglər baha idi. Mən də hansı ucuz idisə onu aldım. Bunun da linki videonun altında qoyacağım sizin üçün. Lak vursam daha uzun müddətli qalar, daha səliqəli görünər. Amma lakı sonra yumaq lazımdır. Ümumiyyətlə lakı uzun müddət saçda saxlamaq olmaz. Mən isə orada başımı yuya bilməyəcəm. Ona görə laksız eləyərək, dağılsa da eybi yoxdur. Elədikcə isə fikrim dəyişildi. Fikirləşdim, uzun yol gedirik və s. Saçda həqiqətən qalacaq və ya qalmayacaq buruqlar bilinmir. Ona görə yaxşısı yuya bilməsəm də belə lak eləsəm üstündən daha yaxşıdır. Badımcanı isə özümüzlə götürməmək qərarını aldıq. Belə baxanda biz orada cəmi 24 saat olacaq. Yəni ki, bugün gedirik, sabah, səhər və yaxud günortadan sonra abratına qayıdacağıq. Orada qalmağınızla bağlı da bəzi ola bilər ki, reylər olsun. Əsas odur ki, onlar tərəfindən bu normal qarşılanır, bizim tərəfindən normal qarşılanır. Biz papadan da məsləhət aldıq. Belə qalmaq istəyirik. Papa dedi ki, super fikirdir, gedin. Uzun yolda adam yorulur. Gecələr ümumiyyətlə trasda maşın sürmək çətin məsələdir. Fikir versəz, mən özümdə çalışıram heç vaxt gecə trasda sürməyim. Həm də ki, bol vaxt keçirək, deyək, gülək, kabab eləyək və s. Bu fenlə, daha doğrusu curler deyirlər də belə şeylərə. Bununla dalğalar çox gözəl alınır və buran ütü ilə belə eləmək olmur. Çox maraqlı bir nəticə alınır, amma bir məqam var, dedim ki, onu da sizə deyim. Belə videoda çox asan və tez görünür ki, tez 5 dəqiqə ərzində elədim, amma əslində elə deyil. Bu buruqlar eləmək üçün mən 30 dəqiqə vaxtımı sərf elədim. Qarderobumda olan ən abırlı donunu geyinmişəm. Bayaq göstərdim sizə bunu. Öz üzərimdə də göstərmək istədim. Məncə çox gözəldir. Ayaqqabı olaraq isə bura ideal bunlar gedir. Özüm prinsessa kimi hiss edirəm bunları geyinəndə. Amma bir məqam var ki, bunlar ayaqda bir o qədər də rahat deyil. Bəlkə də sırf mənə elə gəlir, çünki mən çox da kablukda gəzməyə öyrəşməmişəm. Amma fasonu çox xoşuma gəldi. Həm şalvarlarını kombin eləmək olar, həm bu donla da qəşəng gedir. Çanta olaraq isə heç bilmirəm nə götürüm. Bəlkə bu. Yo, bu sanki biraz sport styldır. Ona görə bu olmasın. Ondan isə məncə bu yaxşı tutar. Belə lady olaram, bu pis deyil. Ümumiyyətlə bu çantanı mən çox bəyənirəm. Düzdür, 80 manat almışdım. Amma dəyər də, yəni ki, çox gözəldir bu çanta. Təsadüf gördüm, belə bir şeyim də var imiş. Keçən il almışam, heç istifadə eləməmişəm. Gəlin bu dəfə bunu götürək. Bu qolbağı çox bəyənirəm qızlar və son zamanlar çox taxıram. Amma qoluma Apple Watch da taxmaq istəyirəm. Nə bilim, valla kimsə taxsaydı mən bəyənərdim, amma öz üzərimdə bijuteriya çox olanda mən özümü siqan kimi hiss edirəm. Ona görə yaxşısı elə Apple Watch qalsın, bu qolbağı isə çıxardım. Bu iki məhsulu yaxından göstərmək istəyirəm. O məşhur Kiko'nun 17 nömrəli glossu və Faberlic'in glossu. Yəni ki, parıltısı eynidir. İndi də göstərəcəm sizə. Qiymət fərqi 3 qatdır, amma tuta bilirsiniz hansıdır. Yuxarıdakı Kiko'dur, aşağıdakı Faberlic'dir. Amma eyni parıltısına malik blesklərdir. İndi isə son addımlar və yavaş-yavaş evdən çıxırıq. Gecə geyinmək üçün özümlə pijama götürdüm. Əlavə olaraq bir don və ayaqqabı götürdüm növbəti gün geyinmək üçün. Həm də ki, bu paltar çox tez qırışlanır və əlavə paltara ehtiyac var. İşıqsız, pışqasız, düz qabaq kamera ilə çəkmişəm, necə parıldayır baxın.
Gördüğünüz kimi hər şeydən minimum götürmüşəm. Bir dənə pijama, bir dənə look, kosmetika və ən əsas makiyajı silmək vasitələr mənimlə olmalıdır. Və problem bilirsiniz nədir? Mənim belə travel size simple'larım yoxdur ki, bunun içinə doldurum. Hamısı belə böyük ölçüdədir. Halbuki Temu'da bunlar var və qəpik quruşadır. Sifarişləmək lazımdır. Bu dəfə unutdum. Heç olmasa bugün sabah sifariş vurum ki, növbəti dəfələrdə istifadə edək səyahətlərdə və s. Ona görə mən məcbur bunun içinə Nau'nun üzümə gelini dolduracağım. Bunu isə necə edəcəmsə heç özüm də bilmirəm. Planlaşdırırdım ki, bu nəmləndiricini özümlə götürəcəm, amma bu əlimdən düşüb sınıb və krışkası bağlanmır. Söhbət bunlardan gedir və məndə bir dəfə olub. Həm marketplace-lərdə var, fərqli rənglərdə, fərqli ölçülərdə, həm də ki, Dekalivdə də bunlardan var, ala bilərsiniz. Set hamısı bir yerdə 3 manatadır cəmi. Hətta onları bir dəfəlik də istifadə edə bilərsiniz. Misal üçün baqajsız gedirsiniz, hansı bir ölkəyə səyahət edib, oradan da hədiyyələr getirirsiniz yaxınları üçün və yaxud özünüz üçün shopping edib. Çantada əlavə yer lazım olanda o Simple'dakı məhsulları hamısını bitirib onları tullayırsınız. Onsuz da evə qaydanda evdə bu məhsullardan hamısından sizdə var. Yüngülvari çörəyimizi yeyək və çıxırıq uşa yavaş-yavaş. Yaxşı ki, elə tez durmuşuq. Hər şeyini çatdıra bildim. Özdə ki, tələsmədən yavaş-yavaş. Əgər siz heç vaxt kontent çəkməmisinizsə, bəlkə də mənlə razılaşmayasınız, amma inanın mənim səmimiyyətimə. Misal üçün siz neysə hazırlayırsınız, obed olsun bu o. Əgər siz prosto bunu yarım saat edirsinizsə, çəkilişlə bir yerdə 1 saat yarım tutacaq. Yəni ki, kameranı buradan ora qoyursan, oradan bura qoyursan, o da belə düşünürsən saniyədir də, amma elə deyil. Həqiqətən elə deyil. Arxa plana baxırsan ki, səliqəlidir və yaxud yox. Baxırsan, sveta korreksiya düzgündür və yaxud yox. Çünki telefondan çəkirəm, istəyirəm ki, keyfiyyəti babat olsun. Ona görə hər zaman sveta korreksiyaya fikir verirəm ki, yaxşı keyfiyyətində olsun. Bəzən bəlkə də fikir vermisiniz ki, eyni telefon fərqli insanlarda fərqli cür çəkir. Bəzi insanlar super şəkillər alındırır, amma sizdə misal üçün eyni telefondur, amma sizdə bərbad şəkillər alınır. Bu bilirsiniz nədən asılıdır? Nastroykalarını oynamaqla. Ona görə o nastroykalarını oynayana qədər, onu çəkənə qədər, arxada paryadak eləyənə qədər gün getdi, vaxt getdi. Soruşsaz ki, məndən həyəcanlıyam mən hal-hazırda və yaxud yox, əminliklə deyərəm ki, yox. Bilmirəm niyə, çox arxayınam ki, hər şey super keçəcək, həm də ki, bu insanları tanıyıram. Biri var ki, ilk dəfə görəsən, biri də var ki, demək olar ki, baldızını hər gün yazışırıq, o vloga baxır, nəsə mənə məsləhət verir və yaxud prosto soruşur ki, necəyəm, neynirəm. Doğma kimi olmuşuq, ona görə heç bir həyəcan, nə bilim, qorxu, heç nə yoxdur. Bir də ki, yaxşı yadıma düşdü, bir vlogun altında rəylərdə soruşanlar var idi ki, biz Ruslanla qohumuq və yaxud yox. Ailələrimiz əvvəl tanış olmamışdı. Biz özümüz bir-birimizi tapmışıq və sonra ailələrimizi tanış eləmişik. Yəni ki, qohum deyilik qətiyyən. Və qohum evliliklərə qarşıyam. Yəni ki, mən öz bibim oğlu, xalam oğlu olsun, onlara hamısına qardaş gözü ilə baxıram. Fikir versiniz vloqlardan bibim oğluma heç vaxt bibim oğlu demirəm, qardaşımdır deyə müraciət edirəm. Ona görə bizdə qəti belə şeylər yoxdur. Bildiyiniz kimi bijuteriyaları hamısını o bir evə aparmışıq. Ona görə bu qızıl sırğaları taxacağam. Bəlkə 1-2 dəfə taxmışam bu qolbağı. 8 qramdır bu arada. Qaşın qalın qolbaqdır, amma nəsə ürəyimcə deyil. Almaqla almışam, amma nə bilim, nəsə nitodur. Biz elə bir ki, qız almağa gedirik. Elçi gedirik. Vəsə çıxdıq yola. Əslində 1 saat yarımlıq yoldur. Prosto bizim evimiz şəhərin vəbşə o başında olduğuna görə şəhərdən çıxmağa da 1 saat vaxt sərf elədik. Burada isə sizə göstərmək istəyirəm ki, paltarım ucu qırış-qırış olub. Yalnız bu səbəbə görə mən təbii parçaları çox da sevmirəm. Kimsə sintetikanı geyinə bilmir, amma mən misal üçün lon olsun, o çox qırışlanır. İstər-istəməz adam oturur, eyilir və s. Həmin dəqiqə sразу qırışlanır. Mən də qırışlı paltarında olanda özümü çox diskomfort hiss edirəm. Məktəbdə oxuyanda mama məndə anlayırdı ki, get bu cins şalvarı ütülə, sonra giy, nə gündədir bu. Mən isə onu heç görmürdüm, amma hal-hazırda geyinərkən görəndə ki, qırışlıdır, mən geyinə bilmirəm də, özümü çox diskomfort hiss edirəm, gedirəm özümü ütüləyirəm və indi mamanı başa düşməyə başlamışam. Planlaşdırırdım ki, qonaq gedəndə orada da bol kontent çəkim, amma bilirsiniz necə oldu? Həm biraz utanırdım, çəkinirdim ilk dəfə gələn kimi başlamaq, tapıb durub videolar çəkməyə, heç inanırsınız, şəkil çəkdirməyə belə unutduq. Nəsə demək istirdim, yadımdan çıxdım. Belə baxanda ac deyildi, amma üçümüzün fikri zikri elə o səbətdə idi. Gözləyirdik ki, çataq və birlikdə üçümüz də onu parçalayaq.
Yolda bir mənzərə gördüm. Kaş ki mən bunu görməzdim. Balaca dovşanları tutub yolun qırağında satırlar. Deyəsən yemək üçün satırlar da, 100% saxlamaq üçün satmırlar. Hədiyyələrin əksəriyyəti baqajnika yerləşdirdi. Bunu isə salona, çünki salon sərindir, içində kondisioner var və bunlar əriməsin deyə. Əvvəl vloqlarında sizə demişəm, Ruslanın valideynləri rayonda qalırlar. Qaynanam sağ olsun 2-ci mərtəbədə bizim üçün belə gözəl stol süfrə açmışdı. Hava da çox gözəl idi. Hələ damaşniklə çıxmışam bayram. Burada nə görürəm? Üzüm. Ən sevdiyim. Özdəki sarı üzüm xoşlayıram mən. Verəm. Amma sizə söz verirəm, növbəti dəfələrdə gedəndə mütləq sizin üçün bol buradan videolarda çəkəcəm. Bu dəfə isə belə. Ən əsas burada bağda nar var. Mən mamaya neçə illərdir deyirəm ki, gəl Xaçmazdan nar əkək. Mama da hər zaman bilirsiniz nə deyirdi mənə? Gərək o nara görə bir də maşın sür, get, onları yığ, getir. Mama həmişə deyir ki, nar da tez çürüyür. Neçə dəfə gedəsən rayona? Hər meyvəyə görə get, gəl. Ona görə mama deyir ki, əkməyək narı. Əsas məqam burada nar var. Gəlib sizlə birlikdə yığıb gedərik. Həm də ki, əsas burada bilirsiniz nəyə bəyəndim? Sağ, sol, qonşular o qədər uzaqdır bir-birindən. Bilmirəm, Xaçmazda mənim vloqlarıma diqqət yetirmisiniz və yaxud yox. Bizdə qonşular çox yaxındır bir-birinə və qonşunun evində olduğu söhbət, nə bilim, dava, qırğın, hər şey eşidilir. Burada isə elə deyil. Tək bu ev yox, fikir vermişəm ki, orada evlər hamısı elədir, bir-birindən dəhşət aralıdır. Saat 12-yə qədər rahat yatmaq olar. Heç kimsəni oyatmayacaq. Göstərmək istəyirəm qızlar sizə baldızım nədən istifadə edir. Təbii ki, Faberlic. Bu kab yuma vasitələri sizə də çox məsləhət görürəm. Dəhşət gözəllər də bunlar. Əslində qızlar biz daha tez gəlməli idi. Çünki baldızımın uşağı adı bu arada Uğurdu. Uğurun ad günü olmalı idi və biz həmin günə gəlməyi planlaşdırırdıq. Əsas da ki, planşet Uğur üçün alınmışdı və elə oldu ki, həftənin ortasına düşdü onun ad günü və yeznəmiz də işdə olduğuna görə ona görə fikirləşdik 6 bazara salaq və həmin günlərdə ad günü bunlar bir qəşəng baseynli ev tutmuşdular və gedib orada istirahət elədilər. Düşündük ki, istirahətdən sonra biz bunlara qonaq gələyik. Amma yenə də ad günü olmağına baxmayaraq, yenə də Uğur üçün bir dənə tort sifariş olunmuşdu nənə tərəfdən. Həm təkrar onun ad günü qeyd eləmiş olduq, həm də ki, gözəl vaxt keçirdik. Uşaq deyəsən futbolu çox sevir, ona görə belə bir tort, 11 yaşı tamam olur uşağın. Adın kimi bu həyatda uğurların bol olsun. Bir 15-20 il sonra bu vlogu izləyəndə xatırlayasan belə gözəl günlərimizi. Bayaq qızlar sizə deyirdim, baxın qaynanamın Faberlic-nə bağlı həm dekorativ kosmetikanın hamısı Faberlic-indi, həm də yuyucu vasitələr olsun, nə bilim, ev gigiyena və s. hamısı Faberlic-indi. Misal üçün bu məhsulu mən heç sınamamışam. Və burada bu videonu sonlandırmaq istəyirəm. Sizə isə çox sağ olun ki, videonu axıra qədər izlədiniz. Hədiyyələri necə verirəm və necə açırlar, məncə uca çəkməyə ehtiyac yox idi. Çünki bir yerdə bağlamışıq da bilirsiniz ki, mənə vermişəm və s. Öz hədiyyələrimi isə növbəti videoda göstərəcəm. Video kifayət qədər uzun alınıb və düşünürəm ki, bir dənə like qoymağa dəyər. Özünüzə yaxşı baxın, sağ olun.